Hansı başlayacağım? Qaralar, bax diqqətlə. Axırda mənim topu durmaz. Topu yoxsa vəziri? Topu. Hani baxın. Hə, buna göz çatırsan. Hə, axırda oynayırsan, hə, vəzir. Ağır başlayıb topu durur. Asya, hə. Bax görün qaralar necə dur? Vəzir. Necə dur bilirsən? Bax, düzmü durursan? Hə, getdikcə çətinləşir, həm də ondan istifadə eləməlisən də. Bilsən necə deyil mi? Çətinliyə qatlaşmaq lazımdır da. Çətinlikdən qorxmaq lazım deyil. Çətinliyin üstünə getmək lazımdır. Görürsən, bayaq üstünə gəldin, çətinliyi geçib daha yaxşı tapmağa başladın. Çətinlikdən qorxmaq lazım deyil. Çətinliyə qalib gəlsən, onda daha çox zəhmət çəkmiş olasın və qələbə də səndən olacaq. Mütləq. Necə olur? Qaralar burada ağların vəzirini vurmalıdır. Amma necə? Figur sahib burada bir mənalı olur. Məcbur durmalıdır. Vurmasa mat olur. Məcbur durursun. Top da vura bilər. Onda yenə məzəlir. Nə? Asıl. Nə var onda? Məcbur edirsən vursun. Görsən, vəzirə hücum elədin, məcbur edirsən, ondan sonra bunu edirsən, vəziri alsan, burada artıq vəzir top və atar. Bərabər. Bərabər deyil. Qaralarda üstünlük var. Yox. Vəzir üstündür, amma mən... Vəzir daha güclü figurdur da. Vəzir güclü figurdur. Vəzir həm də, məsələn, bu piyadaya hücum eləyib hələ, ikidə piyadaya. Vəzir tərəf olan belə vəziyyətdə... Başsınız, bəli. Keç o bilmən. Az qaldı var. Günə qaldı. Getdikcə azalır hər şey. Zəhmətin qalib gəlmədə işin yoxdur. Zəhmət çəkirsənsə də demək qələbə yaxındadır. Uğur nərdivanını ancaq zəhmətlə çıxmaq olar. Zəhmət çəkirsə ki, uğur nərdivanını çıxacaq. Bir də görərsən ki, böyük uğurlar qazanmışsan, zəhmət çəkməklə. Düzdür mü dostum mən? Əla, maşallah. Gün həvəsən düzür. Artıq üçüncü sahada yaxınlaşır. Üçüncü sahada yaxınlaşır, bu yüzden yorulmadan çalışsan. İkinci həvəslə yanaşsan sən. Yüksək səviyyədə, maşallah, əla. Bax, belə olsa, biz qələbələr çox qazanacağıq. Kənardan baxan elə bilər ki, təzə 10 dəqiqə gəlirsən. Amma demirlər ki, 3 saat düzü buradasan. Necə? Necə ola bilərsən? Vəzir necə ola bilərsən? Bax, yoxlar gör, düzmü qurursan? Yoxlar həmişə. Gör, harada? Yoxlayaq. Əvvəlcə mövqeyə baxsın, görsən, ağların mövqeyi zəif qaydadır. Məcbur etsən nə ilə vursun onu? Nə ilə vurmağa məcburdur? Vəzir. Niyə? Topla vura Mən bilir? buram tutsun. Yox, topla vursan olar? Topla vursam. Orta sağlam. Məcburdur vəzirlə vursun və vəzir getdi. 2 figura vəzir güclü figurdan. 2 yüngül figurdan vəzir güclüdür. Düzdürmü? 2 yüngül figur neçə piyadaya bərabər? 3 piyadaya, hərsi 6, amma vəzir isə 9 piyada. Bu oyunun müqəddəratı deməkdir. Əgər sənin 2 yüngül figurun varsa, rəqibdə vəzir varsa, deməli, əgər hücuma keçə bilmirsənsə də, bir var hücuma keçəsən, nəsə əldə edəsən onun müqabilində, əgər rəqibdə vəzir varsa, artıq sən geriyə düşə bilərsən.
Eləcə də əksinə deyim. Səndə vəzir varsa, rəqibdə 2 yüngül fiqur varsa, əgər oyunda o hücuma keçənmirsə də artıq sən qələbə qazanmış olasın. Çünki səndə vəzir var axı. Fiqurları tez dəyişərsən və vəzir daha güclü fiqurdur. Daha həm uzağa vurur, həm yaxına, hər tərəfə. Həm top kimi, həm fil kimi, yəni vəzir daha güclü hərəkət edə bilir. O sinə keçir.